Ermənistan vətəndaşı təqsirləndirilən Ruben Vardanyanın açıq keçən məhkəmə iclasında bir qrup zərər çəkmiş ilk dəfə iştirak etdiyindən hakim Zeynal Ağayev onları məhkəmənin tərkibi ilə tanış etdi. Hüquq və vəzifələri barədə məlumatlandırdı. Ardınca təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək işə baxan hakimlər kollegiyasına etiraz etdiyini bildirdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Avraham Berman etirazı müdafiə etdi. Dövlət ittihamçısı Təranə Məmmədova etiraza münasibət bildirərək təqsirləndirilən şəxsin cinayət prosessual qanunvericiliyi ilə nəzərdə tutulan hüquqlarının təmin edildiyini, habelə müdafiə tərəfinin işə baxan məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret sübutlar təqdim etmədiyini bildirərək etirazın baxılmamış saxlanılmasını xahiş etdi. Prosesdə iştirak edən zərər çəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş etdilər. Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə getdi. Müşavirədən sonra müdafiə tərəfinin etirazlarına dair məhkəmə qərarı elan edildi. Qərara əsasən etiraz baxılmamış saxlanıldı. İclasa sədrlik edən Zeynal Ağayev qərara əsaslandıran zaman vurğuladı ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret və mötəbər dəlillər təqdim etməyib. Sonra zərər çəkənlər məhkəmədə ifadə verdilər. Zərər çəkmiş Emil Mehdiyev bildirdi ki, Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin geniş miqyaslı təxribatı zamanı yaralanıb. Məhkəməyə ifadə verdi ki, Ağdərə rayonu istiqamətində atılmış mina atan mərmilərinin yaxınlığına düşüb partlaması nəticəsində o müxtəlif növ bədən xəsarətləri alıb. Emil Mehdiyev dövlət ittihamçısı Fuad Musayevin sualına cavabda bildirdi ki, hadisə zamanı 2 güllə yarası alıb. Hazırda ayağında 39 qəlpə var. İfadə verdi ki, həmin vaxt düşmən mütəmadi olaraq təxribatlar törədib. Amma Azərbaycan Silahlı Qüvvələri vaxtında həmin təxribatların qarşısını alıb. Zərər çəkmiş Mais Köroğluyev də Ermənistan Silahlı Qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatı nəticəsində xəsarət aldığını bildirdi. Qeyd etdi ki, Ağdam rayonu ərazisində olarkən Ermənistan silahlı birləşmələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan Faqot adlanan raket mərmisinin yaxınlıqlarına düşüb partlaması nəticəsində o və Qəhrəman İsmailov xəsarətlər alıblar. Zərər çəkmiş Asim Qafarov da düşmən təxribatının nəticəsində yaralandığını dedi. İfadə verdi ki, Ermənistan Silahlı Qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdərə rayonu istiqamətində atdığı mina atan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində kəllə beyin travması alıb. Zərər çəkmişlər dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırdılar. Məhkəmə iclasında zərər çəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyləri də elan olundu. Məhkəmə prosesində Ermənistan dövlətinin, onun dövlət qurumlarının, vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, Ermənistan dövlət tərəfindən aparılan təcavüzkar müharibənin gedişində çoxsaylı cinayət faktları törətmiş cinayətkar birliyə təqsirləndirilən Ruben Vardanyan da qoşulduqdan sonra həmin birlik tərəfindən törədilən cinayətlər nəticəsində zərər çəkmiş şəxslər ifadə verir. Məhkəmənin növbəti iclası mayın 20-sinə təyin olundu. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hakimləri Zeynal Ağayevin sədrliyi, Anar Rzayev və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən məhkəmə prosesində Ermənistan vətəndaşı Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir çox maddələri, o cümlədən təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini deportasiya etmə və məcburi köçürmə, işgəncə, muzluluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə ittiham olunur. Təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.